Ey cəmaat, mən sizdən bezmişəm və narahatam. Əbədi həyatı qoyub dünyanın müvəqqəti neymətinə aldanmısınız. Sizi düşmənlə döyüşə çağıranda gözləriniz bərəlir, dilləriniz tutulur, söz qarşısında mat qalırsınız. Allaha and olsun, bir-biri ilə yoldaşlıq etməyənlər məğlub olar. Düşmən oyaqdır, siz isə qəflət yuxusundasınız. Agah olun, mən düşmənə fürsət verməzdən əvvəl qılıncla onun qarşısını alaram. Amma bilin ki, qələbə yalnız Allahın əlindədir. Ey insanlar, mənim sizin üzərinizdə haqqım itaətinizdir. Sizin mənim üzərimdə haqqınız isə nəsihət və doğru yolun öyrədilməsidir.